Əssalamu aleyküm və rəhmətullahi və bərəkatuh. Hörmətli qardaşlar və bacılar. Qədr gecəsi, duaların birbaşa Allaha ucaldığı, taleylərin yenidən yazıldığı o mübarək andır. Bəs 1000 aydan daha xeyirli olan bu gecədə dilimizdən hansı kəlmələr tökülməli? Ruhumuz hansı zikirlərlə təmizlənməlidir? Bugün biz Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm və böyük İslam alimlərindən bizə miras qalan ən fəzilətli duaları öyrənəcəyik. Qədr gecəsi 1000 aydan xeyirli, Quranın nazil olduğu gecədir. Bu gecədə mələklər yerə enir, dualar qəbul olunur, günahlar bağışlanır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu gecəni ibadətlə keçirməyi, xüsusilə dua və zikirlərlə ihya etməyi tövsiyə edib. Gəlin ən məşhur duaları və zikirləri ətraflı nəzərdən keçirək. Onların ərəbcə oxunuşunu, Azərbaycan dilində mənasını, mənbələrini, Quranda, hədislərdə və necə oxunduğunu öyrənək. Bu məlumatlar Səhih Buxari, Müslim, Tirmizi, İbn Məccəh kimi etibarlı hədis mənbələrindən və klassik İslam alimlərinin əsərlərindən götürülüb. Əvvəla Qədr gecəsinin ən məşhur və əsas duası. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Ayşə anamıza öyrətdiyi dua. Ayşə radiyallahu anhə rəvayət edir. Mən Peyğəmbərə sallallahu aleyhi və səlləmə dedim: Ya Rəsulallah, əgər Qədr gecəsini bilsəm, onda nə deyəm? O buyurdu: De, Allahümmə innəkə afuvvun tuhibbul affə fa'fu ənni. Bu hədis Səhih Buxari, Müslim, Sünən Tirmizi və İbn Məccəhdə keçir. Səhih dərəcəsindədir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı xüsusilə Qədr gecəsi üçün tövsiyə edib. Çünki bu gecədə əfv və məğfirət çox qəbul olunur. Ərəbcə oxunuşu Allahümmə innəkə afuvvun tuhibbul affə fa'fu ənni. Mənası: Allahım, sən əfv edənsən, əfvi sevirsən, məni də əfv et. Bu duanı bol-bol təkrar etmək, xüsusilə təhəccüd namazından sonra və səhər vaxtında. Alimlər deyir ki, bu dua sadəliyinə baxmayaraq günahların tam bağışlanmasına səbəb olur. İmam Tirmizi bu hədisi səhih adlandırıb və deyib ki, bu dua Qədr gecəsinin ən böyük qazancıdır. İkinci vacib dua bağışlanma və rifah istəmək. Bu dua ümumi olaraq Ramazan və Qədr gecəsi üçün tövsiyə olunur. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində bağışlanmanı vurğulayıb. Ərəbcə oxunuşu Allahümmə inni əsəlükəl affə vəl-afiyyətə fid-dünya vəl-əxirə. Mənası: Allahım, mən səndən dünyada və axirətdə bağışlanma və rifah istəyirəm. Bu dua Peyğəmbərin ümumi dualarındandır. İbn Ömər radiyallahu anhu rəvayət edib. Alimlər kimi İbn Həcər Əl-Əsqəlani Fəthül Baridə deyir: Qədr gecəsində bu dua ilə günahlar bağışlanır və həyat rifahla dolur. Gecə boyu təkrar etmək, xüsusilə səcdədə oxunmalı. Digər bir dua istiğfar və tövbə. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə gecələrdə istiğfar çəkməyi tövsiyə edib. Xüsusilə Qədr gecəsi üçün 100 dəfə oxumaq məsləhətdir. Ərəbcə oxunuşu Əstəğfirullahəl azim və ətubu ileyh. Mənası: Uca Allahdan bağışlanma diləyirəm və ona tövbə edirəm. Bu, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin gündəlik istiğfar duasıdır. Buxari və Müslim. İmam Nəvəvi Şərhül Müslimdə deyir: Qədr gecəsində bu istiğfarı 100 dəfə oxumaq günahları silir. Peyğəmbər sallallahu aleyhi və səlləm gecələrdə bol istiğfar çəkərdi, xüsusilə son 10 gündə. Başqa bir dua dünyada və axirətdə yaxşılıq istəmək. Quranda Bəqərə surəsi 201-ci ayətdə keçir. Ərəbcə oxunuşu Rabbənə ətinə fid-dunya həsənətən və fil-əxirəti həsənətən və qinə əzəbən-nar. Mənası: Ey Rəbbimiz, bizə dünyada yaxşılıq ver, axirətdə də yaxşılıq ver və bizi cəhənnəm əzabından qoru. Bu, Qurani Kərimdən bir duadır. Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni dua kimi oxuyardı. Sünən Əbu Davud. Alimlər kimi Şeyxülislam İbn Teymiyyə Məcmul Fətavədə deyir: Qədr gecəsində bu dua ilə həm dünya, həm axirət rifahı istənilir. Namazdan sonra və ya gecə boyu oxunmalı. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə salavat gətirməyi də unutmayaq. Rəbbimizlə bizim aramızda ən böyük vəsilə olan Rəsulullaha salavat gətirmək dualarımızın qəbuluna zəmindir. Alimlər tövsiyə edir ki, hər duanın əvvəlində və sonunda salavat çəkilməlidir. Oxunuşu Allahümmə salli ala Muhammedin və ala əli Muhammed. Mənası: Allahım, Həzrəti Muhammedə və onun ailəsinə rəhmət və bərəkət nazil eylə.
Bu, Peyğəmbərimizə olan bağlılığımızı və onun şəfaətinə olan ümidimizi təmsil edir. Başqa bir dua. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub, dildə yüngül, tərəzidə ağır, Rəhmana isə sevimli olan iki kəlmə vardır. Bu gecə o tərəzini ağırlaşdırmaq üçün bu təsbehi bol-bol söyləyin. Oxunuşu Subhanallahi və bihamdih, Subhanallahil azim. Mənası, Allahı nöqsansız sifətlərdən pak tutaraq ona həmd edirəm. Uca Allah hər cür eyibdən uzaqdır. Zikirlərə gəlincə, Peyğəmbər sallallahu aleyhi və səlləm Qədr gecəsində bol zikir çəkməyi tövsiyə edib. Sünən Nəsai. Ən məşhurları Subhanallah, Elhamdülillah, Allahu Ekber, La ilahə illallah. Mənası, Allah pakdır, Allaha həmd olsun, Allah ən böyükdür, Allahdan başqa ilah yoxdur. Bu zikirlər hədislərdə keçir. Buxari. İmam Qəzzali İhya Ulumuddində deyir. Qədr gecəsində bu zikirləri 100 dəfə oxumaq savabı qat-qat artırır. Peyğəmbər sallallahu aleyhi və səlləm gecələrdə bu zikirləri təkrar edərdi. İslam alimləri Qədr gecəsini belə bölməyi məsləhət görürlər. Gecənin ilk yarısı Quran oxumaq, xüsusilə Qədr, Yasin və Duxan surələri. Gecənin yarısı qəza namazları və ya təhəccüd namazı qılmaq. Sübhə yaxın əlləri səmaya açıb göz yaşları ilə fərdi ehtiyaclarımızı Allahdan istəmək. Unutmayın, Allah istəyən yoxdurmu, verim deyə nida edir. Hörmətli izləyicilər, Qədr gecəsində bu duaları və zikirləri oxuyaraq, namaz qılıb, Quran oxuyaraq keçirin. Peyğəmbər sallallahu aleyhi və səlləm son 10 gün itikafa girər, ailəsini oyadardı. Bu gecə 1000 ay ibadətdən xeyirlidir. Fürsəti qaçırmayaq. Allah hamımızı Qədr gecəsinə yetişdirsin, dualarımızı qəbul etsin. Amin. Videonu bəyənməyi, abunə olmağı və paylaşmağı unutmayın. Allah razı olsun və selamun aleyküm və rəhmətullahi və bərəkatuhu.